Azərbaycan milli mətbəxində plov hazırlayanda qarada əsas mühüm yer nə alır? Təbii ki, şabalıd. Və plovu hazırlayanda vaxt itirməyim deyəni mən nə edirəm? Mən əvvəlcədən şabalıdı təmizləyirəm və buzxanada saxlayıram. Şabalıdın başını bax bu cürünə kəsirəm. Bax belə. Şabalıdın başını ona görə kəsirlər ki, isti suya düşəndə şabalıdın nazik qabığı tez islansın ki, rahat təmizlənsin. Təmizlənmiş şabalıdları mən biraz sarı kök qatılmış suya əlavə edəcəm. Ona görə də vaxtı itirmədən mən bu suyu hazırlayıram. Heç 5 dəqiqə keçmədi və mən bunu necə yoxlayıram. Bax bu cürünə. Siz əgər şabalıdı çox bişirsəz, şabalıq əzilə bilər. Şabalığın hamısını suyun içindən çıxartmıram ki, soymasın. Əks halda çox çətin təmizlənəcək. Baxın görün, şabalıq özü çox rahatlıqla çıxır. Artıq şabalıq qaranın içində bişib tam hazır olacaq. Baxın görün. Bax, hələ çox bişməyib, artıq sınmağa ehtimalı var. Təmizlənmiş şabalıdı süzəcəm və yığacam kulyoklara. Mənim əzizlərim, 3 kilo şabalıddan tərtəmiz 2 kilo şabalıq alındı. Və mən bu 2 kilo şabalıddan 4 dəfə plov hazırlaya bilərəm. Mən hər bir kilo ətə yarım kilo təmiz şabalıq əlavə edirəm.